Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve bihi nesta'in ve huve khairun nasirin ve mu'in. Ve la'netullah ala a'daihim ecma'in minel an ila liqa'i yevmiddin. Amin ya Rabbel alemin. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu qavli. Salam əziz tələbələr və bizi izləyən dəyərli həmvətənlərimiz. Hər birinizə xoş gördük Quran elmləri dərsinin 2-ci saatında. Birinci saatımız giriş ünvanında oldu. Mövzu budur, Quran-ı Kərimin cəm edilməsi. Dedik cəmin, cəm sözünün 4 mənası var, tarix boyu. Bu 4 mənada istifadə edilib. Mən düşdü yadıma indi, burada qeydləmişəm. Başqa mənbəyə baxmışım, bayaq dərsdən qabaq hazırlaşanda. Orada bir dənə məna qeydləmişdi, o burada yoxdur. O da əməl etməkdir. Bir nəfər hətta gəlir, o kitab var, mən göstərmişdim, Quran ensiklopediyası. Bu orada var. Orada mən onu gördüm. Bir nəfərin gəlir bir nəfərin yanına ki, mən oğlum Quranı cəm eləyəndir. Dedi, hə, sən oğlun, yəni Quran-ı Kərim ayəsinə əməl eləyəndir. Bu da 5-ci məna. Deməli, birinci məna, cəm, yəni hifz, zehinlərdə əzbərləmək, yaddaş. Cəm sözünün 2-ci mənası, kitabət, yəni yazmaq. Cəm sözünün 3-cü mənası, hələ bizim düşündüyümüz toplamaq, Quran-ı Kərimi bir yerə yığmaq mənasında. Cəm sözünün 4-cü mənası, qiraətləri, vahid qiraət halına salmaq. Cəm sözünün 5-ci mənası ilahi ayələrə əməl eləmək. Təkrarım 4-ü burada yazıb, 5-ci burada yox idi. Mən baxdım başqa kitaba, orada elə yazmış. Bəlkə axtarsa başqa mənalarda var, ola bilər. Nağdından 5-in qeydlədi ki, elə bu 4-ü daha məşhurdur da. Deməli, dedi bizim mövzumuz nədir? Bizim mövzumuz 1 ilə 2 deyil. Yəni, cəm sözünün mənası yaddaşda əzbərləməklik, bunun işimiz yox, məlumdur. Peyğəmbər dövründə hafizlər var idi. İkinci mənası kitabətdir, yəni Peyğəmbər deyirdi, yazdırırdı, imla deyirdi, onlar yazırdılar müxtəlif əşyaların üzərinə. Dördüncü məna Osmanlı dövründə olub vahid qiraətin toplanması, yəni müxtəlif qiraətlərin bir qiraətdə yığılması. Bunlar ki, məlum. Üçün tarixin birliyi. Bizə nə lazımdır? Burada bir oxuyuram. Mübahisə bu məsələ üzərindədir. Nə məsələ üzərində və bizim mövzumuz da olacaq. Biz nəyin burada bəhsini eləyəcək? Quran hal-hazırki tərtibatla Fatihə, Bəqərə, Al-İmran, Nisa, Maidə. İndi ki, bizim əlimizdə Quran-ı Kərim var ha. Deyil, bu Quran var ha. Bu surələrin sarlanması etibarilə, yəni indiki Quran. Peyğəmbərin dövründə cəm edilmiş və belə bir kitab halına salınmışdı, yoxsa Peyğəmbərdən sorulub? Sualındır, indiki əlimizdə olan Quranın surələrinin ardıcılığı var ha, indiki. Nuzul demirəm, nuzul heç, o məlum. İndiki düzülüş, bunu belə düzüb Peyğəmbər, yoxsa bu düzülüş aiddir əvvəlkin dövründə? Yəni, Peyğəmbərə ailələrimiz gələndə, Peyğəmbərimiz nə cür nazil olub? Birinci ələq yazdırırdı, düzdür. Sonra məsələn, Müzzəmmil, Müddəssir, Qələm, Fatihə. Bunlar yazılandan sonra Cəbrailin yeni bir gəlişi ilə ki, Peyğəmbərə gəlib, indi sən orada məsələn 4-cü və 5-ci nazil olmuş Fatihə vardı ya, onu indi daşın üzərindən, taxtanın üzərindən, qabağın üzərindən, yarpağın üzərində yazdığınız o ayələri indi bura köçüdün. Bu vərəqlər var ha. Ora köçüdün. Amma birinci Fatihə yaz, ələqi yazma. Ələq qalsın 96-cı. Adındır. Bəzilər ki, Peyğəmbərə nuzul ardıcılıqla gəldi. Necə gəlmiş, elə yazdı əşyalara. Sonra onu kitab halına saldı. Kitab halına salanda birinci Fatihə yaz, indiki düzülüşlə. Bir tarix bunu qeyd edilir. Bəzi tarixdir ki, yox. Əlimizdə olan düzülüşü Əbəkin dövründə olub.
Aydındır. Hər iki tərəfin sübutları var. Peyğəmbərin vəfatından sonra, kim kidir Peyğəmbərin vəfatından sonra Quran-Kərim cəm edilib, olan sübutları var. Hədis mənbələrində, xüsusən də böyük əsərəti sünni mənbələrində olan sayəsiz hədislər, çoxdur hədislər ki, sünni qarşılamacı kitabların bu daha çoxdur. Tarixi faktlar göstərir ki, Quran Peyğəmbər vəfatından sonra cəm edilib müshəfdə. Bunların nəzərləridir və sübutlar da var da. Gəl biz tərəfi dinləyək. Baxın, bu yaxşı metoddur ya. Mümkün sən bir söz deyirsən, tərəf səni qəbullənmir. Deyir, yox, düz demirsən. Deyirsən ki, yaxşı, onu sən sözləri bir deyir. Demirsən, mən düz demirəm, mən söz demirəm. Nə kimi faktlarım var, mənim sözümün əleyhinə, sübutlarımın əleyhinə, sən ortaya qoy sübutları, qəşəng danışaq, ədəblə danışaq. Yəni, bu qəbahəti yoxdur ki.